Salam, bugün mən ingilis dilindən 9-cu sinif test toplusunun artikel mövzusunu izah edəcəm. Başlayırıq birinci sualdan. Birinci sualda bizə burada Nil verilib. Nil bildiyimiz kimi çay adıdır və çay, dəniz, okean, göl adlarının qarşısında hər zaman the artiklı işlədilir. Daha sonra isə very beautiful river. River çay deməkdir. Çay sözü sayıla bilən tək isim olduğu üçün biz onun qarşısına mütləq bir artikel yazmalıyıq və variantlardan da məlum olduğu kimi C variantı olacaq. The Nile is a very beautiful river. Nil çox gözəl bir çaydır. İkinci sualda Danube River runs through Hungary. Deməli, burada Danube çayı çay adı olduğu üçün biz bunu yenə the article ilə işlədirik. Daha sonra isə bildiyimiz kimi Macarıstan sözü, yəni ölkə olaraq biz onu artiklsız işlətməliyik və burası da ikinci tərəf boş olacaq. Doğru cavab C variantı. Üçüncü sualda Pacific Ocean, yəni Sakit Okean, yenə okean adı, su hövzələri, belə deyək, ümumən deyirik ki, su hövzələri the article ilə işlədilir. Həmçinin Sakit Okeanda the Pacific Ocean has different types of fish, deməli, çoxlu fərqli növ balıqları var. Biz burada fərqli növ balıqlar dedikdə ümumi danışırıq, yəni types sözü cəmdədir. Cəm olan isimlər əgər bu haqda ümumi danışılırsa, bu zaman ora heç bir artikel yazılmaz. Yəni düzgün cavab D variantı olacaq. Dördüncü sualda what language do people speak in England? İngiltərədə insanlar nə dilində danışır? England, İngiltərə. Ölkə olduğu üçün qarşısı boş olacaq. İkinci tərəfdə English, yəni ingilis dili demək istəyirlər. İngilis dili ifadəsini iki cür deyə bilərik. Ya sadəcə English deyəcəyik və yaxud da the English language formasında da yəni deyilə bilər. Burada isə English verilib, biz bunu dil olaraq götürürük və qarşısı boş olacaq. Düzgün cavab Y variantı. 5-ci sualda deməli Asiya və Avropa sözlərini görürük. Bildiyimiz kimi qitələr artiklsız yazılacaq, yəni qarşısında heç bir şey olmayacaq. Doğru cavab C variantı. 6-cı sualda Fransa ölkədir və ölkələr qarşısı bəziləri istisna olmaqla və Birləşmiş Ölkələr istisna olmaqla boş olacaq. Paris də həmçinin bu da şəhərdir və şəhərlər də artiklsız işlənəcək. Doğru cavab Y variantı. 7-ci sualda highest sözü ən hündür. Sonundan da gördüyümüz kimi est şəkilsi ilə verilib, yəni sifətin üstünlük dərəcəsindədir. Sifətin üstünlük dərəcəsi the article ilə yazılır. The highest New Yorkda şəhər olduğu üçün burada yenə qarşısında heç bir artikel lazım deyil. Doğru cavab Y variantı. 8-ci sualda Toronto City, yəni Toronto deyir, böyük şəhərdir. Şəhər olduğu üçün biz onun qarşısına heç bir şey yazmırıq. İkinci tərəfdə isə city sözü sayıla bilən tək isimdir. Sayıla bilən tək isimlərin qarşısı heç bir vaxt boş qalmaz. Biz ora bir artikel yazmalıyıq. Və burada da böyük bir şəhərdir dediyimiz üçün a large city olacaq. Doğru cavab D variantı. 9-cu sualda mən zooparkda bir fil gördüm. Yəni ümumi olaraq an elephant deyəcəyik, yəni bir fil gördüm, hər hansı biri. At the zoo bu zooparkda ifadəsi də the article ilə işlənir. 10-cu sualda moon, ay. Vahidlik bildirən isimlərdə ay, günəş, yer kürəsi, dünya, kainat, bu kimi sözlər the article ilə işlənir. Həmçinin ikinci tərəfdə the earth, the moon, the sun, the world. 11. Richest sifətin üstünlük dərəcəsidir. The richest deyirik və in the world olacaq dünyada. Doğru cavab Y variantı. 12-ci sualda Avstraliya ən balaca deməli qitədir dünyada. Yenə qitələr, qitə adlarının qarşısı boş olacaq. Smallest ən balaca sifətin üstünlük dərəcəsindədir. Bu isə the smallest olacaq. Düzgün cavabımız Y variantı.
13-cü sualda Germany, Almanya. Almanya bu ölkə olduğu üçün article yazmırıq. İkinci tərəfdə isə United Kingdom. United Kingdom, United States və yaxud da United States of America, USA, UK bu kimi ölkələrdə mütləq, yəni Birləşmiş Ölkələr olduğu üçün biz bura article yazmalıyıq. Doğru cavab C variantı. 14-də yenə baxırıq United States. The article ilə olacaq. Lakin ikinci Macarıstan isə yəni ölkə olduğu üçün biz ona article yazmırıq. 15 Japan, in Japan dediyi üçün, yəni Yaponiyada ölkə olaraq nəzərdə tutulur. Biz onun qarşısına article yazmırıq. İkinci tərəfdə Japanese, bu artıq Yapon dilidir və language sözü olmadığı üçün yanında the article-ını da yazmırıq. Yenə hər iki tərəf boşluq olacaq. 16-da month ay deməkdir. Ay sözü sayıla bilən tək isim olduğu üçün a month deyirik. Və Avropa qitə olduğu üçün bu da qarşısı boş olacaq. Doğru cavab D variantı. 17-ci sualda year, il deməkdir. İl sayıla bilən tək isimdir. A year olacaq, bir il. Asiyada, yəni qitə olduğu üçün bu da yenə qarşısı boş yazırıq. B variantı. 18-də most people. Most sözündən sonra biz deyirik ki, əgər isim gəlsə, the article yazılmır. Lakin sifət gəlsəydi, bu zaman sifətin üstünlük dərəcəsi olduğu halda, məsələn, ikinci tərəfində the most favorite, ən sevimli. Bu zaman the article-ını yazırıq. Yəni isim gəldikdə yazılmır, sifət gəldikdə isə yazılır. Doğru cavab C variantı, daha doğrusu Y variantı. 19-da tea, çay. Çay haqqında baxın ümumi danışılır. Britaniyalıların ən sevimli içkisidir. Ümumi olduğu üçün və sayıla bilməyən isim olduğu üçün qarşısını boş yazırıq. Drink sözü isə içkiyi sayıla bilir. Ona görə a favorite drink, yəni sevimli bir içkisidir. Doğru cavab A variantı olacaq. 20-ci sualda this is an interesting book. Interesting sözü i saitlə başladığı üçün biz ora a yox, an article-ını yazmalıyıq. An interesting book. Daha sonra book ikinci dəfə əgər bir əşyanın adı çəkilirsə, biz onu the book olaraq yazmalıyıq. Həmçinin 21-ci sualda da belədir. An amazing story, maraqlı bir hekayə, möhtəşəm bir hekayə. Daha sonra isə the story olacaq. Yəni story sözü ikinci dəfə adı çəkilirsə, həmin hekayə olaraq biz onu the article ilə yazmalıyıq. Doğru cavab C variantı. 22-ci sualda mostdan sonra baxın sifət gəlib, hardworking, çalışqan. Sifət gəldiyi üçün biz artıq onu the article ilə verməliyik. İkinci tərəfdə isə sinifdə deyiləndə in the class olur. Doğru cavab B variantı. 23 most generous sözü, yəni sifətlə işləndiyi üçün the article olacaq və in the class. Doğru cavab A variantı. 24-də baxın book sözü bir dəfə işlənir və daha sonra yenidən book sözü işləndiyi üçün birinci tərəfdə a new book, ikinci tərəfdə isə the book olaraq gedəcək. Doğru cavab da olar C variantı. 25-də baxırıq burada Sahara, desert, yəni səhradır. Səhra adlarının qarşısında the article olur. Afrika bu qitə olduğu üçün qarşısı boş yazılmalıdır. Heç bir şey yazmırıq. 26-da New Zealand, Yeni Zelandiya qarşısı boş olur. Pacific Ocean isə the article ilə yazılır. Okeanlar dediyimiz kimi mütləq the article ilə yazılmalıdır. 27-də tallest sifətin üstünlük dərəcəsidir və the tallest deyirik biz. In deməli qrup. Qrup sözü artıq konkretlik bildirir burada. Yəni öz qruplarında in the group olmalıdır. 28-də Bakı boş olacaq. Beautiful city, a beautiful city. Gözəl bir şəhər. Article ilə yazılacaq. Doğru cavab B variantı. 29-da Moskva. Bu da şəhər olduğu üçün boş olur. Big city böyük bir şəhərdir dediyimiz üçün
bir mənasını verən artiklı ora yazılmalıdır. 30-da milk sayılmır. Yəni heç bir artikl lazım deyil. Burada apple sözü isə an apple, bir alma. Sayıla bilən tək isim olduğu üçün an artiklı yazılacaq. Biz bura ə hərfi ilə, daha doğrusu a hərfi ilə başladığı üçün apple sözü ə yox, an artiklını yazırıq. Most popular, popular məşhur sifətlə gəldiyi üçün the most popular və of the world, dünya sözdə the article ilə yazılır hər zaman. Tina is, deməli old saitlə başladığı üçün an old friend of mine. She is a good tennis player. Yəni saitlə başlayanlara biz an artiklını yazırıq, samitlərə isə artiklını yazırıq və tələffüzə fikir veririk əsasda. 33-də Cavid, Cavid addır, adlar artiklsız işlənir. Şimal, cənub, şərq, qərb bu kimi sözlər the article ilə işlənir. Və həmçinin United Kingdom'da bayaq dediyimiz Birləşmiş Ölkələrdəndir. 34-də Sakit Okean artıq dedik burada the article olur. The Pacific Ocean largest sifətin üstünlük dərəcəsidir. Bu da the article ilə olacaq. Və dünyada in the world. Doğru cavab C variantı. 35-də the Smiths. Smithlər ailəsi deyirik. Biz de Browns, the Smiths. Move to Tokyo. Deməli, cavabımız olacaq C variantı. 36-da the Browns, bayaq dediyimiz kimi Brownlar ailəsi. Və burada yenə də Tokyo kimi Madrid şəhərindən danışıldığı üçün bu şəhərlərin qarşısı boş olmalıdır. Yəni heç bir artikla ehtiyac yoxdur. 37 Caspian Sea, Xəzər dənizi su hövzəsidir. Bu da the article ilə yazılacaq. Dünya sözdə dediyimiz kimi yenə təkrar olaraq the world, dünya olur. Himalayas, Himalay dağlarından söhbət gedir. Dağlar olduğu üçün the Himalayas. Yəni dağ və adalarda əgər qrup formasında danışırıqsa, dağlar qrupu, adalar qrupu the article ilə yazılır. Lakin tək olduqda qarşısında heç bir şey yazmırıq. The highest, ən hündür deyir, zirvələrdəndir. Like Everest, Everest tək olduğu üçün onun qarşısında heç bir şey yazılmır. Doğru cavabımız olacaq burada A variantı. 39-da deməli Qafqaz dağları. Qafqaz dağları the Caucasus, Himalayas kimi eynən. Və Caspian Sea, Xəzər dənizi. Burada the article-ını yazırıq. 39-da da doğru cavabımız olacaq. Deməli the Black Sea, Qara dənizdə deyirik. Dənizlər the article ilə işlənir. Doğru cavabımız Y variantı. 40-da Black Sea yenə Qara dəniz, the Black Sea. Bay, bu qaydada bilirik ki, nəqliyyatlarla əgər bay işlədiriksə, qayıqla, maşınla, təyyarə ilə, o zaman heç bir artikel yazılmaz. Əgər yanında mənasında işlənsə, qayığın yanında desə, maşının yanında, bu zaman orada artikel işlədə bilərik. Burada isə deyir, Nick demək, Qara dənizi qayıqla keçdi. The Black Sea deyirik və by boat. Heç bir artikel orada yazılmır. Y variantı doğrudur. 41-ci sualda the whole, bütün deməkdir. The same, the only, the whole, the different. Bu ifadələr the article ilə işlənir. Və Sahara Desert, Sahara səhrası the Sahara Desert olacaq. Səhralarda the article ilə olur. Doğru cavab B variantı. 42-də on the shore of, deməli sahilində, konkret olaraq Baykal gölünün sahilində. Baykal gölü yanında göl sözü işləndiyi üçün təkcə istisna durum budur. Su hövzələrindən istisna olaraq lake sözü əgər gölün adının yanında gəlsə, bu zaman ora heç bir artikel yazılmır. Doğru cavab B variantı. 43-də hotel where we stayed. Biz qaldığımız otel. Yəni konkretdir bu. The hotel where we stayed was near Thames, Thames çayına yaxın idi.
çay olduğu üçün Temza adından artıq tanıyırıq ki, bu Temza çayı idi. Yəni çayın adı bizə niyə tanışdı? Bunu məktəb dərsliklərindən artıq bilirik. Yəni İngiltərənin ən böyük çaylarındandır Temza çayı. Və çay adlarının qarşısında da the article yazılır. 44-cü sualda Mount Everest, Everest dağı tək dağ olduğu üçün heç bir article yazılmır. Highest sözü ən hündür the highest olacaq. Sifətin üstünlüyüdür və in the world artıq o özləri burada yazıblar. Doğru cavab A variantı. 45-də borders with Norway. Bizə burada deyir ki, deməli İsveçrə və Finlandiya sərhədlərini Norveçlə bölüşür. Konkret olaraq sərhədlərdən söhbət getdiyi üçün the borders deyirik. Yəni bildiyimiz ölkələrin sərhədləridir bunlar, hər hansı sərhəd deyil və Norveçdə ölkə adlarının qarşısı boş olacaq. Doğru cavab A variantı. Növbəti sualda baxırıq ki, when spring comes, Japanese enjoy beautiful view of sakura. Deməli, yaz gələndə Yaponlar sakuranın gözəl mənzərəsindən zövq alırlar. Enjoy dediyi üçün zövq alırlar. Təbii ki, kimlər? Yaponlar. The Japanese deyirik biz buna. İkinci tərəfdə sakuranın gözəl mənzərəsi. View sözü sayıla bilən tək isimdir. Biz bura mütləq bir article yazmalıyıq. Cavablardan gördüyümüz kimi B variantında the article var. Təbii ki, bura a beautiful view da demək olardı. Lakin cavab variantımızda, yəni variantlar içərisində the article verildiyi üçün həmin variantı götürürük. Yəni boş qala bilməzdi bura təbii ki. C variantı olmazdı. 47-ci sualda person, yəni bir şəxs, adam, a person deyirik biz, bir şəxs. Daha sonra play guitar, gitara çalmaq, musiqi alətlərində play çalmaq mənasında the article ilə işlənir. Yəni play the guitar deyirik. Lakin oynamaq mənasında play football, play basketball heç bir article olmur. 48-də place yer sayıla bilən tək isimdir. A very good place olacaq. Deməli 47-də cavabımız oldu. A variantı. 48-də a very good place to play golf. Golf oynamaq, yəni oynamaq mənasında biz oyun adları ilə article işlətmirik. Ona görə doğru cavab olacaq A variantı. Can you play the piano? Piano çala bilirsənmi? Çalmaq mənasında the article ilə işlədirik. Daha sonra no, but I am good at playing chess. Amma şahmat oynamaqda yaxşıyam. Deməli, oynamaq mənasında article olmur, çalmaq mənasında isə the article-ını yazırıq. Doğru cavab B variantı. 50-də deməli, a number of ifadəsi var və bir də the number of ifadəsi var. A number of çoxlu deməkdir, the number of sayı deməkdir. Məşhur otellər tələb edir, require tələb edir. Xəbərimiz cəm olduğu üçün, yəni burada artıq a number of olacaq. A number of özündən sonra cəm xəbər istəyir. The number of isə requires olsaydı elə yazmaq olardı. Həmçinin mənadan da bilirik ki, çoxlu məşhur otellər tələb edir olar. Famous hotels, demək otellər ümumi olduğu üçün və cəmdə olduğu üçün bura heç bir article lazım deyil. Elə doğru cavabımız olacaq D variantı. 51-də National Park, Milli Park, park adlarının qarşısında article olmur və sonda isə biz deməli birinci tərəfə boşluq yazdıqdan sonra ikinci tərəfə artıq the article-ını yazacağıq. Doğru cavabımız olacaq Y variantı. 52-də islands, adalar cəm olduğu üçün the islands olacaq və İspaniyanın cənubu the south of Spain ikisi də the article ilə yazılmalıdır. D variantı. Alps, Alp dağlarıdır. Dağlar, the Himalayas, the Alps. Bu kimi dağlar, deməli, toplu halda olduqda dağlar qrupu the article ilə yazılır. Central Europe, Avropa qitə olduğu üçün qitələrin qarşısı da boş qalacaq. Doğru cavab
Y variantı. 54-də 100 reasons. 100 saylardan bilirik ki, 100, 1000, million, billion. Bu 4 dənə say mütləq qarşısına ya ə artiklindən işlənir, yaxud da one deməliyik. Yəni 100 demək üçün ya 100 ya da 100 deyilməlidir. Burada artıq 100 deyəcəyik biz. Cavablar da belədir variantlarımızda. Və ikinci tərəfdə də thousands of, yəni minlərlə. Cəmdə olduğu üçün isə cəmdə olan bu sayların qarşısına heç bir şey yazmağa ehtiyac yoxdur. Ya bu sayları biz təkdə işlədirik, qarşısına artiklını və yaxud one yazırıq və yaxud da cəmləyiriksə qarşısına heç bir şey yazmırıq. Yəni 100 olacaq və yaxud da thousands of. Doğru cavabımız D variantı. 55-də bu ifadə artıq əzbər ifadədir. To tell a lie, yalan danışmaq və yaxud da tell the truth, doğru danışmaq. Birinci ə artikli, daha sonra the artikli ilə bunlar yəni əzbər olunan ifadələrdir. Atlantic in few days. Atlantik okeandan söhbət gedir. Okeanların qarşısına the artikli yazılacaq. İkinci tərəfdə isə a few days deyirik də biz, bir neçə gün içində deməli Atlantik okeanını gəmimiz keçdi. A few days. Doğru cavab olacaq A variantı. 57-də a fool may throw a stone, deməli axmaq bir daş atar. 100 wise men. Aha, 100 bayaq dediyimiz kimi 100 olaraq yazılmalıdır. Yəni boş olmaz qarşısı. A stone 100 A variantı doğrudur. 58-də most people, mostdan sonra isim gəlir. İsim gəldikdə bura article olmur. İkinci tərəfdə isə most favorite sifətin üstünlük dərəcəsidir. Ən sevimli ev heyvanı. Ona görə də most favorite deməliyik onda. Doğru cavab B variantı. 59-da burada bizə verilib internet. İnternet bir ixtira olduğu üçün ümumiyyətlə ixtira adları the article ilə yazılır. The internet deyirik. USA isə Amerika Birləşmiş Ştatları, o da birləşmiş ölkə olduğu üçün Birləşmiş Krallıq kimi bu da the article ilə verilir. Doğru cavab olacaq C variantı. 60-da isə information center. Information sözü məlumat sayılmır. Lakin information center dedikdə məlumat mərkəzi. Center sözü sayılan tək isim olduğu üçün an information center deyirik. Yəni qarşısı boş qalmaz. Və aeroport sözü də məkanlar, belə deyək də, konkret olaraq məkanlar olduğu üçün at the airport olacaq. Doğru cavab A variantı. 61-də excuse me, is there a petrol station near here? Deməli, yaxınlıqda heç benzin yanacaq doldurma məntəqəsi varmı? Stansiya sözü sayıla bilən tək isim olduğu üçün yenə bu qarşısı boş qalmaz. Bir stansiya, yəni hər hansı bir stansiya varmı dediyi üçün a petrol station olacaq. Və ikinci tərəfdə isə on the left. Bu da on the right, on the left, sağda, solda əzbər ifadədir ki, yəni article-la, the article ilə işlənir. 62-də playing violin, skripka çalmaq, musiqi alətlərində çalmaq mənasında biz the article-ını işlədirik. İkinci tərəfdə isə futbol oynamaq, burada heç bir article olmayacaq. C variantı doğrudur. 63-də bayaq dediyimiz ifadədir. Tell a lie, yalan danışmaq və second ikinci deməkdir. Sıra sayılarının önündə the article yazılır mütləq. The first, the second, the third. Digər sayılar isə th ilə bitir. Fourth, fifth, sixth, seventh bu formada the article-da mütləq önündə olur. Doğru cavabımız burada olacaq. Y variantı. 64-də red bike I bought. Deməli, mənim aldığım qırmızı velosiped. Bu konkretdir artıq. The red bike deməli, həmin qırmızı velosiped mən aldığım. I want to buy, mən almaq istəyirəm yeni birini. Yəni, hər hansı yeni birini. Konkret olaraq burada söhbət getmir. A new one.
Doğru cavabımız Y variantı. 65-də there is deməli a bike deyirik də. Bir velosiped var. In the park, parkda. Whose bike is this? Is it? Kimin velosipedidir bu? Bir velosiped var və parkda konkret park olduğu üçün biz onu the park olaraq istifadə edirik. 66-da this is the best Mexican restaurant. The best, ən yaxşı Meksika restoranıdır. Sifətin üstünlük dərəcəsidir. The best və in the country olmalıdır. Ölkədə və yaxud da bəli, ölkədə olacaq. Country-nin həm də kənd mənası da var. Sadəcə burada ölkədədir. Bu, ölkədəki ən yaxşı Meksika restoranıdır. Doğru cavabımız A variantı. 67-də this is a real American hero. Bu, real bir Amerikan qəhrəmanıdır. Hero, qəhrəman sözü sayıla bildiyi üçün qarşısına a artiklını yazırıq. Və Americans, yəni Amerikalılar. Burada da Americans bir milləti toplu şəkildə bildirmək üçün the artiklından istifadə edirik. 68-də də Proverbs says the best mirror is deməli, an old friend, ən yaxşı, belə bir, yəni atalar sözü var ki, ən yaxşı güzgü köhnə bir dostdur. Doğru cavabımız olacaq Y variantı. 69-da the sun, günəş, vahidlik bildirən isimlərdəndir. Is only, deməli, burada yazmalıyıq a small object. Object, obyekt sayıla bilən tək isimdir və kiçik bir obyektdir, deyir qalaktikada. A variantı doğrudur. 70-də breakfast, səhər yeməyi. Səhər yeməyi ümumiyyətlə yemək adlarının qarşısına article ehtiyac yoxdur. Yəni, konkret bir məna daşıyırsa, olar. Lakin burada deyir ki, səhər yeməyi günün ən vacib yeməyidir. Yəni, ümumiyyətlə deyir bunu. Konkret olaraq bir səhər yeməyindən söhbət getmir. Most important sifətin üstünlük dərəcəsi the most important olacaq. Və günün dediyi üçün of the day. Doğru cavab B variantı. 71-də Sophia works for a group deməli, bir qrup üçün çalışır Sophia. Kömək etsin the disabled. The disabled, yəni əlillərə. 72-də Jack is honest man. Baxın, bu söz bizim də H hərfi ilə, H hərfi ilə yazılsa da önündəki hərfi oxunmur, honest kimi oxunur. Buna görə də ən honest yazmalıyıq biz bura, yəni ən artiklını yazmalıyıq. Tell the truth deyirik. Ən və the artiklı A variantı doğrudur. 73-ə baxırıq. Millions of stars. Millions of stars milyonlarla ulduz deməkdir. Yəni bu kimi saylar cəmləndikdə ora artikl yazılır. In the sky olacaq səmada. Səmada həmçinin ay, günəş, yer kürəsi, kainat bu kimi sözlərə daxil edir ki, the artiklı ilə yazılır. Vahidlik bildirən sözdür. Və at night, gecə, at night, at midnight, at noon bu günün hissələrində günorta, gecə, gecə yarısı artikl olmur. Doğru cavab Y variantı. 74-də playing voleyball, voleybol oynamaq deyirsə bu artıq boş olacaq. Və sand castle, yəni qumdan qala. Castle, qala sözü sayıla bilir. Tək isimdir. Ona görə qumdan bir qala düzəltdi. Doğru cavabımız B variantı. 75-də worst, bad sözünün üstünlük dərəcəsidir. Deməli, bad müqayisədə olur worse, üstünlükdə isə deməli the worst deyirik biz buna. Doğru cavab burada birincidə the article olacaq. İkinci tərəfdə isə way, better way, daha yaxşı yol. Deməli, yol sözü, way sözü sayıla bildiyi üçün daha yaxşı bir yol deyirik. A better way. B variantı doğrudur. 76-da Kanada ölkə olduğu üçün qarşısına boş yazırıq. Və USA, United States of America, bu the article ilə olacaq. The USA Birləşmiş ölkədir. Birinci tərəfdə isə baxın, Çinlə
ABŞ-ın sərhəddi deyil. Konkret olaraq dediyi üçün the border deməliyik biz buna. Yəni konkret iki ölkənin sərhəddindən söhbət gedirsə, ölkələrin adı çəkilirsə, bu vaxt the border deyirik. Burada doğru cavabımız olacaq A variantı. 77-də yenə border sözü var. Baxın, sərhəd konkretdir. Yəni Kanadanın, Birləşmiş Ştatların. Buna görə də the border deyirik. Kanada qarşısı boş qalır və United States artıq dedik bunu neçə dəfə. The article ilə olacaq. Doğru cavab A variantı. 78-də our son is very interested in music. Deməli, bizim oğlumuz musiqi ilə çox maraqlanır. Yəni sadəcə musiqi sayıla bilməyən bir isimdir. Konkret bir məna da daşımır. Ümumidir, yəni musiqi ilə maraqlanır. Ona görə heç bir artikel yazmırıq. İkinci tərəfdə isə play the guitar deməliyik. Gitara çalmaq. Artıq musiqi alətlərindən çalmaq deyiriksə, the article mütləq orada olmalıdır. Y variantı doğrudur. 79-da mostdan sonra isim gəlib, ona görə qarşısı boş qalacaq. Most favorite petdə isə ən sevimli ev heyvanı, orada artıq the most favorite pet deməliyik. Bu sualda yəni eyni ilə baxdığımız suallardan biridir. 80-də notebook, deməli qeyd dəftərçəsi. Burada baxırıq ki, a notebook deyəcəyik. Jeremy verdi ona bir dəftəri və bir karandaşı. A notebook and a pencil. Yəni hər hansı bir, sadəcə bir karandaş verdi dediyimiz üçün hər iki isim də belə deyək, sayıla bilən tək isimdir. Və sayıla bilən tək ismin qarşısı heç bir zaman boş qalmaz. Yəni mütləq ora bir artikel yazılmalıdır. Və konkret olaraq danışılmadığı üçün biz ora a artikelini yazırıq. 81-də Chinese started to grow. Deməli böyüməyə başladı. Böyüməyə başladı Çinlilər. Çinlilər, daha doğrusu grow, əkməyə başladılar. Orange trees, portağal ağaclarını Çinlilər əkməyə başladılar, becərməyə başladılar. Çinlilərdən söhbət getdiyi üçün the Chinese. Orange trees, yəni portağal ağacları burada ümumi danışılır. Konkret deyil, sadəcə yəni portağal ağaclarını becərməyə başlayıblar. Bu da konkret danışılmadığı üçün ora heç bir şey yazmırıq. Doğru cavab B variantı. 82-də water, su. Su deyir. 0 dərəcədə buz olur. Su 0 dərəcədə buz olur dedikdə bu konkret bir su deyil, ümumi bir fiziki bir faktdır. Yəni konkret desəydim ki, içdiyim qabdakı su, falan yerdəki su, onda the article-ni yazmaq olardı. Belə olan halda sayılmayan bir isimdir. Sayılmayan isimdir və ümumi danışılır, o zaman heç bir artikel yazılmayacaq önünə. Və ice sözü də buz da həmçinin yenə ümumi danışılır və sayıla bilməyən isimdir. Ona görə qarşısı boş qalacaq. Doğru cavab Y variantıdır. 83-də. Baxırıq burada Avropa sözü, qitələrin qarşısı boş olacaq. Avropa, Asiya, Afrika heç bir artikel yazılmır. South America, Cənubi Amerika, yenə həmçinin burada ölkə adı keçdiyi üçün Cənubi Amerika, Şimali Amerika və yaxud bu coğrafi cəhətlərlə ölkələr dedikdə heç bir artikel yazmırıq. Sadəcə oflu ifadə gəlsəydi South of America, onda the article-ni yazardıq. 84-də baxırıq. Europe, Avropa yenə qarşısı boş olacaq və Cənubi Amerika yenə qarşısında heç bir artikel yazılmayacaq. B variantı doğru cavabdır. 85-də Tower of London, deməli London qülləsi, The Tower of London, deməli konkret olaraq London qülləsi, həm də bu kimi adlar, tikililər the article ilə işlənir. Və deyir ki, bir qala olub. Was a fortress. Bir qala olub deyir, sadəcə London qülləsi bir qala olub. Doğru cavab Y variantı. Lake Baykal. Lake sözü gəldikdə gölün adının yanında. Ora heç bir artikel yazılmır. The deepest, ən dərin. On the earth, yer kürəsində. Doğru cavab D variantı.
87-də extraordinary novel. Novel romandır. Roman sayıla bilən tək isimdir. Ona görə an extraordinary novel deməliyik. Qəribə bir, qeyri-adi bir roman. Xoşbəxt sonluqla bitən a happy end. End sonluq sayıla bilir. Ona görə qarşısında article yazılmalıdır və article verilib artıq burada. A happy end. 88-də art collection, yəni incəsənət kolleksiyası. Sayıla bilən isimdir, yenə collection, an art collection deməliyik və muzeydə in the museum. D variantı doğrudur. I met old friend in street while I was on my way home. Deməli, yolla gedəndə küçədə köhnə dostlarımdan birini gördüm. Dost sözü friend sayıla bilən tək isimdir. Sayıla bilən tək isim olduğu üçün biz qarşısını boş yaza bilmərik. An old friend deməliyik. Köhnə bir dostumu və küçədə gördüm. Bu da artıq yer bildirir. Yəni konkret bir küçədə gedərkən gördüm. The street olacaq. Doğru cavab B variantı. 90-da number of branches in Republic of Azerbaijan. Azərbaycan Respublikası dedikdə ümumiyyətlə Imperial Republic, State, dövlət, respublika, imperiya bu sözlər gəldiyi zaman biz də article-ını işlədirik. The Republic of Azerbaijan. Birinci tərəfdə isə a number of branches, yəni çoxlu McDonald's-ın deməli çoxlu yerləri var. Azərbaycanda şöbələri var. 90 deməli doğru cavabımız olacaq burada B variantı. 91-ə baxırıq. Spain, İspaniya ölkə adlarının qarşısı boş qalacaq və United States bunu da artıq demişik ki, D artiklı yazılacaq. 92-də baxın, jeans were originally uniform of working man. Jeans əslində deyir, işləyən adamın, işçi adamın uniformasıdır. Working man, yenə baxın, ümumi danışılır burada. Sadəcə bizə bir məlumat kimi verilib. A working man, işləyən bir adamın uniformasıdır və uniform kimi yazır. Uniform kimi oxuyuruq. Biz bunu Y hərfi ilə oxuyuruq. Y samit olduğu üçün biz ora a uniform yazırıq. Birinci tərəfdə isə jeans, yəni ümumidir. Bu da bizə məlumat vermək üçündür. Yəni konkret bir cinsdən söhbət getmir. C variantı doğrudur. 93-də burada baxırıq ki, coin sözü yazılıb. Coin qəpik pul deməkdir. Sayıla bilən isimdir. Ona görə a coin olacaq. Və piece of money, a piece of money bu kimi ifadələr a piece of, a slice of, a loaf of, yəni tək başına işlənməz. Mütləq a artiklı əgər təkdirsə önündə olacaq. Və sonda metal sözü. Metal sözü əslində sayıla bilən isimdir. Sadəcə burada ümumi danışılır. Yəni metaldan düzəldilən bir puldur. Ümumi danışıldığı üçün biz burada artıq belə deyim, article qoymağa ehtiyac yoxdur. Metaldan hazırlanan qəpik pul metaldan hazırlanan bir puldur. 94-cü suala baxırıq. Deməli 93-də doğru cavab C variantı olacaq. 94-də scientist alim deməkdir. Alim sözü sayıla bilən tək isimdir. Baxırıq ki, burada published nəşr etdi. Interesting article, maraqlı bir məqalə, an interesting article deməliyik. Və deməli, baxırıq ki, variantlardan D variantı düz gəlir. The scientist, yəni bilinən bir alim, həmin alim, konkretdir burada artıq. The scientist published an interesting article in a scientific journal last week. Zaman bildirən bu sözlərdə last və next sözlərindən sonra zaman bildirən söz gəlsə əgər, gələn həftə, gələn ay, keçən həftə, keçən gün, burada article işlədilmir. Doğru cavabımız olacaq elə D variantı. 95-də snow, qar. Burada baxın, qardan ümumi danışılır. Deyir ki, qar buz kristallardır və göydən düşür. Yəni ümumi danışıldığı üçün yenə heç bir article bura lazım deyil. An ice crystal bir buz kristaldır. From the sky. The sky da dedik ki,
vahidlik bildirən isimlər də var idi. 96-ya baxırıq. Flood deməli did a lot of damage to monuments of city. Aha. Burada artıq şəhərin abidələri dediyi üçün the monuments deyirik, konkretdir. Və city sözü də əlbəttə ki, yəni hər hansı şəhərin deməyəcək, konkret danışdığı, yəni söhbət gedən şəhərin abidələrini bu daşqın zərər vurdu. Və baxırıq ki, cavablardan D variantı yalnızca uyğun gəlir. The monuments of the city, flood sözü də daşqın, the flood olacaq, konkret bir şeydən söhbət gedir. Yəni bu kimi hadisələr, təbiət hadisələri belə konkret məna daşıdıqda, yəni ümumi yox, daha konkretdir. Yəni bilinən bir hadisədən danışıldığı üçün bu formada da flood olacaq. 97-də bottle of. Deməli bu numarativ sözlərdə a bottle of, a piece of, a slice of. 98-ə həmçinin baxın, a jar of bir banka. Orange juice portaxal şirəsi sayılmır. Ona görə burada artikel olmayacaq. Və on the table, yəni stolun üstündə yerini konkret bildirdiyi üçün the article ilə olacaq. 98-də a jar of, apple jam dedik, alma cemi, yəni sayıla bilmir deyə heç bir şey yazmırıq və sonda on the shelf, rəfdə yerini bildirir bu da. Doğru cavab B variantı olacaq. 99-da longest sifətin üstünlük dərəcəsidir. The longest world dedik ki, vahidlik bildirir, the world dünyada. Və Nil, the Nil birinci sualımızda var idi ki, Nil çayı. Doğru cavabımız elə B variantı. 100-cü sualda Everest tək olduğu üçün heç bir artikel yazılmır. Himalayas, Himalay dağları cəm olduğu üçün bura biz də artikelini yazırıq və zirvəsidir deyəndə a peak olacaq. Zirvədir, daha doğrusu Everest Himalay dağlarında bir zirvədir, yüksəklikdir. Ona görə a peak deyirik, bir yüksəklikdir. Sonra baxırıq, deməli doğru cavab burada olacaq, D variantı. Daha sonra 101-ci sualda Tayland, bu da ölkə olduğu üçün qarşısı boş qalır. Sonra bir yerdir. A place. Tayland bir yerdir ki, sən orada dünyanın ən balaca canlılarını tapa bilərsən. Smallest, ən balaca sifətin üstünlüyü, the smallest. Doğru cavabımız elə B variantı. 102-də I saw clothes shop. İki isim yanaşı gəldikdə clothes shop, paltarlar mağazası. Mağaza sözünə baxırıq ki, biz shop sayıla bilən tək isimdir. Ona görə a clothes shop deyirik. In the center of the city. Şəhərin mərkəzində. Şəhər, yəni konkret olaraq söhbət gedir. Artıq danışanın bildiyi bir şəhərdir və şəhərin mərkəzi də həmçinin yenə konkret bir yer olduğu üçün onda the center of the city deyirik. 103-də Browns, Brownlar ailəsi ailəni bildirdiyi üçün the Browns yazırıq. Bakı şəhərdir. Qarşısı boş olacaq və United States of America the article ilə yazılmalıdır. Deməli, doğru cavabımız Y variantı. Daha sonra 104-cü sualda Spanish is spoken, danışılır. Deməli, Spanish dildən söhbət gedir, İspan dilindən. Və yanında language olmadığı üçün biz the article-da yazmırıq. Language olsaydı the article-da yazardıq. Most cities, əksər şəhərlər mostdan sonra isim gəldiyi üçün article olmur. Latin Amerikada yenə, yəni Amerikadan söhbət gedir, ölkədir, bura boş qalmalıdır. A variantı doğrudur. Young singer, gənc müğənni, gənc müğənni sayıla bilən isimdir. Variantlardan görürük ki, yalnızca the article bura düz gəlir. The young singer, həmin gənc müğənni təqdim elədiyi auditoriyaya, deməli, hitlərinin qeydini, səs yazmasını. Deməli, bilirik ki, hitlərinin səs yazması deyəndə artıq konkretdir. Öz hit mahnılarının səs yazmasını. Konkret bir şeydən söhbət gedir və auditoriyada həmçinin yenə bilinən olduğu üçün, danışana məlum olduğu üçün the audience deyirik. 106-ya baxırıq. New hospital, yeni xəstəxana. Xəstəxana sayıla bilən tək isimdir. Yeni bir xəstəxana
açıldı. Londonun mərkəzində London şəhəri qarşısı boş olacaq və center sözü də in the center of deyirik ifadəni the article ilə yazılır. 107-də Oxfordun universitetləri bu da konkret danışılır ki, the Universities of Oxford and Cambridge Oxford və Cambridge universitetləri ən məşhur universitetlərdən biridir. Avropa, yəni qitə olduğu üçün qarşısı boşdur. Most famous sifətin üstünlük dərəcəsi the most famous olaraq getməlidir. Doğru cavabımız elə C variantı. 108-də there has always been a conflict between generations. Young want change but old are against it. Həmişə iki nəsil arasında konflikt, yəni mübahisə olub. Gənclər dəyişmək istəyir, qocalar buna qarşıdır. Deməli, gənclər deyiriksə the young olacaq, qocalar the old olmalıdır bu da. Birinci tərəfdə isə generations, nəsillər, bu artıq ümumi danışıldığı üçün heç bir şey ehtiyac yoxdur. Qarşısı boş qalacaq. Sonra 109-da baxırıq. Oil, Azərbaycanın əsas sərvəti neftdir. Neft ümumi sərvət olaraq danışılır. Artikla ehtiyac yoxdur. Azərbaycan da ölkə olduğu üçün orada da artikel olmayacaq. Və ortada da baxırıq ki, main əsas sərvətidir. Cavablardan A variantı uyğun gəlir. The main wealth əsas yəni sərvətidir Azərbaycanın və artikli ilə yazıla bilər. Doğrudur. 110-da baxırıq ki, deməli yağış göydən düşən su damcısıdır. Burada yağış ümumi danışılır. Bayaq ki, o qar sualına bənzəyir. A drop of water bir su damcısıdır və sky sözü də the sky olaraq gedir, səma. The article ilə yazılır. 111-də love drinking tea. Britaniyalılar çay içməyi sevir. Yəni the British təbii ki, bu millətdən söhbət gedir. Çünki love deyir, sevir. The British love drinking tea with milk. Deməli, çayı südlə. Çay və süd, daha doğrusu çay və süd sözlərinin qarşısında heç bir artikla ehtiyac yoxdur. Sayıla bilmirlər. Sayıla bilməyən isimdə ümumi danışılır. Ora heç bir artikl yazmırıq. 112-də fastest sifətin üstünlük dərəcəsidir. Ona görə the fastest deməliyik. England, İngiltərə ölkə adı boş qalacaq. Biplane nəqliyyat vasitəsi olduğu üçün nəqliyyat vasitələrində by ilə deyiriksə, heç bir şey burada da yazılmalı deyil. B variantı doğrudur. 113-də Big Ben Londonun simvoludur. Deməli, Londonun simvolu. Simvol sözü sayıla bilən tək isimdir. Yəni, qarşısını boş qoymarıq. Burada artikel olmalıdır. İkinci tərəfə baxaq. Heaviest üstünlük dərəcəsindədir. Ona görə the heaviest olacaq. Sonra in the world olmalıdır burada da. Və cavablardan görürük ki, elə D variantı uyğun gəlir ki, the symbol of London. Londonun simvoludur. 114-də Azərbaycanlıların qonaqpərvərliyi dünyada tanınır. In the world, sonda the article olur. Hospitality sözü sayıla bilməyən isimdir. Lakin Azərbaycanlıların qonaqpərvərliyi konkret olduğu üçün bizim millətə xas. The hospitality of the Azerbaijanis, yəni Azərbaycanlıların millət bildirdiyi üçün yenə the article-ını bura yazmalıyıq. Doğru cavabımız Y variantı. 115-də dövlət həmişə evsizlərə və kasıblara kömək edir. Tələffüzdən bildiyimiz kimi, daha doğrusu tərcümədən bildiyimiz kimi evsizlər deyiriksə the homeless və kasıblar deyiriksə the poor deyirik. Birinci hissədə də government artıq konkret onların yaşadığı dövlətdən söhbət gedirsə the government olacaq. 116-da baxın, burada birinci tərəfdə, daha doğrusu ikinci, üçüncü tərəflərə baxaq. By plane, by train bu sözlər nəqliyyatlarla, yəni artiklsız işlənir. Birinci tərəfdə isə colleagues sözü, most of colleagues, yəni iş yoldaşlarının əksəriyyəti. Burada artıq iş yoldaşlarının əksəriyyəti deyəndə, yəni konkretlik bildirir.
konkret olaraq danışan bilir nədən söhbət getdiyini. İş yoldaşlarının əksəriyyəti Lisbona səyahət edib qatarla. Amma mən təyyarə ilə getdim. Doğru cavabımız A variantı olacaq.